bəs vicdanlardır da, yazırlar istəyirlər, mən də onların gününə düşəm. Toplananların yer dəyişində cəm dəyişdi. Düpbədiz. Toyum yoxdur, hə, çünki oruçluqda burada toy az olur. Tovuza da salamlar. Var olun, var olun. Azərbaycanda niyə mən gəlirəm, siz görmürsünüz? Azərbaycanda yaşamıram axı. Orada yaşamıram. Orada yaşasam, show proqramlarda oxuyacam. Neyini? Ayrı sualınız. Bəlkə quzu zad lazım olar. Mən rus toyları oxumuram ki. Belki Azərbaycanlılar sizlərdə oradakilardan çox o şeylərə riayət edir, bilərsiniz. Gələmirəm, hə, qoymurlar, ay dostlar. Orada belə şey tutublar, gələndə qabağımı bağlayırlar. Ona görə Bakı olmuş gələmirəm. Buraxmırlar. Görmədiniz, buraxmadılar. Oğlumun toyunda Moskvada elədim. Müğənilər 2 təyyarə göndərdim ora. Bura gəldilər, burada elədik. Hamısını. İndi Mamedin işləri azalsın, kliplərimi çəkək. Ondan sonra təzə mahnılar var, onları oxuyaq. Yeni sezona yeni paltarlar. Yeni image. Yeni image. Çox sağ olun. Hə də gələmirəm deyirəm, buraxmırlar. Niyə narahatsınız? Qoy mən narahat olum. Siz narahat olmayın. Niyə narahatsınız ay dostlar? Qoy mən narahat olum canım mənim. Əgər gələnməsəydim qanunla kiməsə lazımamsa, elə məni buradan beləcə, nəinki məni, liboy adam, qanun uşaqdır da, beləcə qulağından tutub apararlar, biləsiniz. Ona görə də o cəfənglərə inanmayın, bilirəm. Vəkil sizi aldadıb, çünki qonorar ödürsünüz. Vəkillər elədir də çoxu, bəziləri, hamısı yox, bəziləri nəsə danışmalıdır axı. Deyir ki, oy, rahat olma, həbs elətdirəcəm, həbs elət. İndi adama deyərlər ki, get tut vəkilin yaxasından. Deyirəm, bax, 2 il keçib. Niyə dediyin olmadı? Başa düşdünüz? Mən olsam elə eləyərəm. Deyirəm, bax, ay vəkil, bax, sənə pul vermişdim. Demişdim ki, bu işi, məsələn də, mənə də sən söz vermişdin ki, dapu istəyim. İndi nəsə deyiblərmiş. Çünki mənə yığıb dedilər ki, belə bir söhbət gəzir. Bəhanə işin nəticəsi. Ona görə də boş verin elə şeyləri. Mingəçevrə də salamlar. Mən Bişa doğmamışam, məni buraxmasınlar. O adam buraxmırlar ki, o Biş doğub, biləsiniz. Efrə baxmıram, ay canım. Efrə mən çıxmıram ki. $10.000 istəyirəm. Kim məni efrə çağırırsın? Gələrəm Kazana yazın. Axırı 4 dənə 0 nömrəsinə, WhatsApp-a yazın. No problem. Bakıya niyə gələmirəm? Vəfa buraxmır. Deyir, aeroportda belə dayanıb, deyir, afət gələndə buraxmayacam. O Palajeniya deyir, mənə elə yazıb izləyicilər ki, yazıblar ki, Vəfa səni buraxmır. Güya ki, Vəfa baxır deyir vəziyyətə. Belə bir şey yazıblar. Hansı gicdirsə, öz yatır yuxusunda nə görürsə onu yazır ora. Allahdan hamı qorxur. Allahdan vicdan qorxusun. Ki Allah onun başına daş salar. Mən Allahın qoyduğu qanunları tapdalamıram. Qaldı Bakıya gəlməyə, mənə lazım olanda mən gəlirəm. Sizə lazım olanda yox. Düşmənlərimə lazım olanda yox. Həm də indi bu aralar, ay dostlar, mən Şərifova Vəfaya burada cinayət açdırmışam. Çoxlu uzun araşdırmalar çəkdi. Ora sorğu göndərildi yəqin ki, orada, çünki mən deməmişdim o vaxt izahat verəndə ki, müəyyən məsələlər var da ki, bizim məhkəməmiz var. Bir də gördüm, bizi çağırıblar ki, sizin Azərbaycanda məhkəməniz var imiş. Dedim, bəli. Deməli, bu şeylər uzun çəkir deyə. Yəni, məsələlər.
Yəni araşdırırlar. Yəni bu iş elə belə iş deyil ki. Böyük araşdırma gedir.